Subay qız və oğlanlar. Subaylar, o adamlar ki burada var da yəqin, subay qızlar və oğlanlar. Fərq eləmir. Qız olsun, oğlan olsun, mənim söhbətim hər ikisinə aiddir. Özünüzə həyat yoldaşı seçəndə bu düşüncədə olun ki, mən bir adam seçirəm ki, bir ömür ona xidmət eləyəcəm. Bir ömür ona xidmət edəcəyim adamı seçirəm. Gör o layiqdir bir ömür ona xidmət eləyəsən, yoxsa yox. Bu prinsiplə yoldaşı seç, həyat yoldaşı. Ailə qururam, yəni tərcüməsi nədir? Yəni bir ömür xidmət edəcəyim adamı seçirəm. Bir adam seçirəm ki, ona qulluq eləyəcəm, nökər olacam. İstər kişi, istər qadın. Bu prinsiplə ailə qursun. Baxış əvvəldən belə olsun. Baxış ailəyə, baxış belə olsun. Belə yox ki, birini seçirəm, görüm mənə yaxşı xidmət eləyəcək ya yox. Bu İslam ailəsi olmadı. Birini seçirəm ki, ona xidmət eləyim. Ailə seçəndə görsən ki, elə bir ki, kimə ki xidmətçi olacam, onu seçirəm. Bu baxışla baxsın ailəyə. Mömin bəxşiş əhlidir. Nəsə əldə etmək üçün yox, nəsə bəxş etmək üçün yaşayır. Bu mömin. Mömin belədir. Bu fikirlə ailə qursun insanlar. Ailə, yəni mən qərar vermişəm ki, bu insanlara ömrümün axırınacan xidmətçi olum, nökər olum. Ailə bu. Hər iki tərəfə aiddir. Bəs birdən ailəni qurdum, sonradan məlum oldu ki, bu layiq deyilmiş, mən buna bir ömür xidmət edeyim. Onda necə? Onda neyniyək? Məlum oldu ki, bu adam layiq deyilmiş. Bunun ləyaqəti yoxdur, mən bir ömür buna xidmət edeyim. Onda neyniyək? Onda da deyirlər bizə ki, çox da fikir vermə, layiq deyə yox. Layiqdirsə də xidmət elə, layiq deyilsə də xidmət elə. Yenə də xidmət elə. Heç nə itirməyəcəksən. O layiq deyilsən, ona xidmət elə, onda Allah da sənə bilirsiniz nə deyəcək? Deyəcək ki, mənim bəndəm, sən də layiq olmadığın halda mən də sənə neymət verəcəm. Sən layiq olmayana xidmət eləyirsən, mən də sən layiq olmayadığın nə qədər neymətlər var, hamısını sənə verəcəm. Faydalı ticarətdir, əlbəttə ki.